Amerika Birləşmiş Ştatları İran münasibətləri qlobal dünya nizamının ən mürəkkəb və gərgin əlaqələrindən sayılır. Tarix tərəfləri daim qarşı-qarşıya qoyub. Vaşinqtonla Tehran arasındakı gərginlik 1951-ci ildən başladı. Bu dövrdə İranda neft sənayesi milliləşdirildi. Neft payları Böyük Britaniyanın əlində cəmlənmişdi. Məhəmməd Müsəddiqin demokratik yolla baş nazir seçilməsi isə əlaqələri tarıma çəkdi. Müsəddiqin neftlə bağlı addımları Londonu qəzəbləndirdi. Nəticədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi və MI6 İranda çevriliş etdilər. Əvvəl devrilən Şah Məhəmməd Rıza Pəhləvi hakimiyyətə gətirildi. ABŞ şahın hakimiyyətini qorumaq üçün qəddar gizli polis Savakı təsis etdi. Monarx dövründə tərəflər arasında münasibətlər normallaşdı. Nə qədər qəribə səslənsə də, Vaşinqton və Tehran nüvə əməkdaşlığına başladı. Şahın nüvə ilə bağlı ambisiyaları ona Qərbin dəstəyini qazandırdı. 1957-ci ildə Amerika Birləşmiş Ştatları və İran nüvə enerjisindən mülki məqsədlər üçün istifadəyə dair müqavilə imzaladı. 10 il sonra Vaşinqton Tehranı nüvə reaktoru və yanacaqla təmin etdi. Bu, İrana nüvə proqramını qurmağa şərait yaratdı. Tehran Qərblə əməkdaşlıq etdiyi illər ərzində neft gəlirləri xeyli artdı.